Xırdalan şəhərinin ideal bir ərazisində əmlak sizə təqdim edirəm. Necə bir əmlakdır? Geniş həyəti, altında obyekt, üstündə 4 otaqlı ev, əşyalı, bütün avadanlıqları ilə gördüyünüz video təqdimatda malların hamısı ilə bir yerdə, təcili şəkildə əmlak sahibinin planları dəyişdiyinə görə mülkün təcili satır. Sadəcə olaraq evdən divan, stol çıxacaq. Qalan bütün avadanlıqları hamısı qalmaq şərti. Produkt dükanıdır. Yəni ərzaq malları, supermarketdir. Geniş ölçüyə malikdir. Baxın dəyərli izləyicilər. Bura bizim dükanımızın içərisidir. Marşrut astanovkası tam dükanın yanındadır. Baxın görürsünüz. Bütün gördüyünüz veşlərin hamısı, xaladenliklər, vitrin xaladenlikləri qalmaq şərti ilə satılır. 7/24 həyət, ev kamera nəzarətindədir. Baxın, görürsünüz dəyərli dostlar. Evin həyətinə də 4 dənə avtomobil rahat daxil olur. İdeal bir ərazidir Xırdalan şəhərində. Əlim yandı dediyimiz satış qiymətin sizlərə videonun həyət qismində sizlərə təqdim eləyəcəm. Sonra da qısa bir fraqment səssiz halda çəkiləcək dəyərli dostlar. Qısa bir fraqment səssiz halda. 4 otaqlı həyət evidir. Keçirik evimizin həyətinə. Bizim evimizin arxa görüntüsüdür. Maşın girəcək darvazasıdır. Rahatlıqla 3-4 avtomobil daxil olur. Evin də, torpağın da sənədləri kupçadır, tam qaydasındadır. Baxın, görürsünüz, bura bizim evin həyətidir. Orada kombisidir, su ehtiyat çənidir, yerdən kürsülüdür. Hazır köç yaşa. Yəni hazır biznes satılır bugünkü gündə. Qiymət də çox münasib qiymətdir. Real alıcıya az bir miqdarda endirim olacaq. Verri veşdi. Bütün avadanlıqları ilə bir yerdə 4 otaqlı həyət evidir. Keçirik indi isə evimizin içərisi hissəsini sizlərə təqdim edeyim. Xırdalan şəhərində məktəb, bağça, avtobus tam evin qarşısındadır. Keçək evin içərisinə. Dəyərli dostlar, baxın, bura bizim evin girişidir. İkinci mərtəbəyə çıxış pilləkəndir. Bu qapı sağ tərəfdə dükana keçiddir. Burada əlavədə bir dənə otağımız var. Yəni biz bunu saymadan 4 otaq demişik sizlərə. Amma əslində 5 otaqdan 2 mərtəbədən obyektdən ibarətdir. Gördünüz. Burada sanitar qovşağımız. Baxın. Qalxaq indi evin ikinci mərtəbəsini qeyd etdiyim kimi səssiz halda olacaq müəyyən səbəblərə görə. Burada dükana keçid idi. Baxın, gördünüz, dükanımız da buradadır. Getdik ikinci mərtəbəyə.